Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla əziz və dəyərli izləyicilər, hər birinizi Quran-ı Kərimin surələri tanışlıq verilişində xoş gördük. Bugünkü mövzumuz da Əl-Kəhf surəsinin yerdə qalan bir neçə ayəsi haqqında olacaq. Qeyd edək ki, Kəhf surəsi çox mühüm mövzuları əhatə edən surələrdən biridir. Bugün Kəhf surəsinin də ibrətamiz, hər bir kəsin ibrət götürəcəyi bir hadisəni, bir qissəni, bir məsəli qeyd etmək istəyirəm. Çünki Allah Teala Quran-ı Kərimdə Həzrət Peyğəmbərimizə buyurur, deyir, ya Rasulum, onlara bunu misal çək. Və insanlar bu misaldan ibrət götürsün, təkəbbürlükdən uzaq olsun. İnsan nə qədər var dövləti olarsa bilməlidir ki, bu yalnız və yalnız Allahın onlara bəxş etdiyi bir lütfdür və Allahın onların əli ilə öz qullarına verdiyi bir sərvətdir. Yəni, verilən mülk Allaha məxsusdur və onu Allah yolunda, Allah qullarına sərf etməkdə bacarmalıdır. Və Allah Teala bu Kəhf surəsinin 32-ci ayəsindən 44-cü ayəsinə qədər bir hadisədən, bir qissədən, iki şəxs arasında olan bir diyaloqdan söhbət edir. Allah Teala buyurur: "Vadrib lahum məsələn raculeyni cəalnə li əhədihimə cənnəteyn." Əziz Peyğəmbərimizə Allah Teala əmr edir: "Ya Rasulum, iki şəxsin misalını insanlara çək." O iki şəxs, biri Allaha iman gətirən mömin, biri isə təkəbbür, Allaha inanmayan bir şəxs idi. O zaman deyir, onlardan birinə, yəni Allaha inanmayan təkəbbür bir şəxsə iki üzüm bağı verdim və iki üzüm bağından əlavə bir xurma bağı verdim. O xurma bağından da əlavə o bağın içərisində onun üçün çoxlu, böyük bir zəmidən ibarət olan bir sahə verdim. Görür ki, Allah Teala burada bir şəxsə, Allaha iman gətirməyən bir şəxsə verdiyi nemətləri xatırladır. Ona iki böyük üzüm bağı verdiyini və üzüm bağını əhatə edən böyük xurma bağını və onların arasında yerləşən böyük zəmiləri xatırladır. Allaha iman gətirməyən şəxsə Allah Teala deyir, bunu bəxş etdi və onun arasında bulaqlar axıtdığını qeyd edir. Və onun həmən o şəxsin, Allaha iman gətirməyən, təkəbbür olan şəxsin digər varı, dövləti, mülkü də var idi. Allah Teala bunu xatırladaraq buyurur: "Və kənə ləhu thəmərun fəqalə li sahibihi və huvə yuhaviruhu ənə əksər minkə mələn və əazzu nəfərən." Allah Teala həmən o təkəbbür şəxsin öz dostuna, imanlı dostuna, salih dostuna dediyi sözü bizlərə xatırladır. Deyir, o bir zaman öz dostuna, öz yoldaşına dedi ki, mən səndən var dövlət baxımından da zənginəm və övlad, yaxın, qohum, əqraba və işçi sayı baxımından da mən səndən zənginəm. Və dəxalə cənnətəhu və zalimun li nəfsi. Həmən şəxs öz bağına girdi, təkəbbürcəsinə öz bağına girdi. Dedi, qalə mə əzunnu ən təbidə həzi əbədən. Öz bağçasına girib, öz bağına girib dedi, güman etmirəm ki, bu haçansa yoxa çıxsın, tükənsin, yox olsun. Yəni Allah ona elə bir zəngin bağ-bağça vermişdi ki, o həmin bağa girəndə şükr etmək əvəzinə deyirdi ki, inanmıram, haçansa mənim bu bağım, bağçam əlimdən çıxsın və yaxud da tükənsin və yaxud da məhv olsun. Və mə əzunnu saətə qaimə. Və eyni zamanda onun mömin dostu ona qiyaməti, ahirəti, ölümü xatırladan zaman o deyirdi ki, heç mən zənn etmirəm də qiyamət baş versin. Hətta əgər qiyamət olsa da, biz Rəbbimizin huzuruna dönsək də, orada özüm üçün daha gözəl məskən quraram. Təsəvvür edir ki, dünyada qurduğu bu şəraiti Allahın iradəsi, Allahın izni olmadan edib, ahirətə dönsə də və əgər ahirət baş versə də, mən orada özüm üçün yenidən daha gözəl yer, daha yaxşı, münasib yer quraram. Qalə ləhu sahibuhu və huvə yuhaviruhu əkəfərtə billəzi xalaqə min turabin thumma min nutfətin thumma səvvəkə raculən. Onun mömin dostu ona nəsiyyət etməyə çalışır və buyurur, məgər sən səni torpaqdan yaradan, yəni sənin babanı, Adəmi torpaqdan yaradan, sonra isə səni nütfədən xəlq edən və sənə insan şəkli verən Allaha küfr mü edirsən, onu inkar mı edirsən? Ona nəsiyyət verməyə çalışır və buyurur, lakin mənim Rəbbim bir olan Allahdır
mən ona heç bir şəxsi şərik qoşmaram. Yəni, o öz dostuna xatırlatmaq istəyir ki, mənim Rəbbim bir olan Allahdır, mən ona heç kəsi, heç bir varlığı şərik qoşmaram. وَلَوْلَا إِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَاءَ اللّٰهِ لَا قُوَّةَ إِلَّا بِاللّٰهِ. Əgər deyirsən, öz bağına, bağçana girən zaman nə deməlisən, məşəallah. Yəni, öz bağına, bağçana baxıb özünlə fəxr etməli deyil. Deməlisən, məşəallah, yəni Allahın gücü, qüvvəti olmadan heç bir şey baş tutmaz. Deyirsən, bunu demək əvəzinə sən təkəbbürlük edirsən. Məni özündən aşağı, məni özündən kasıb, yoxsul zənn etməyin əvəzinə ola bilsin ki, Rəbbim mənə sənin bu cənnətindən də daha zənginini, sənin bu bağ-bağçandan da daha zənginini bəxş edər. Və sənin bu bağına, bağçana Allah Teala səmadan bir bəla göndərər və onu yoxa çıxarar. Dostu buna nəsihət edərək bu bağ-bağçanın fani olduğunu ona xatırlatmağa çalışır. Lakin qəlbini təkəbbür bürüyən o dost yenə də öz inadkarlığında qalır. Dostuna nəsihətində davamında buyurur: "Av yusbihə ma'uha gavran falan tastati'a lahu talaban." Və yaxud sənin bu bağın, bağçan məhv olmasından əlavə onun suyu quruyar. Onun içərisində ki, Allah Teala bulaqlar axıdıb sənə nemət olaraq o bağın, bağçanın içərisində çaylar, sular verib, Allah Teala o suyu çəkər, bir daha onu tapa bilməzsən. Allahın ona verdiyi nemətləri bir-bir xatırladır ki, bəlkə bu təkəbbürlüylə əl çəkib o həqiqi sahibi, həqiqi mülkün, səltənətin sahibini dərk edər. Və nəticədə görürük, nəticəsi nə oldu? Bu təkəbbürlüyün nəticəsi oldu ki, Allah Teala ayətlərin davamında buyurur: bir gecə ildırım onun bağını, bağçasını, o qədər bağ-bağça, istər üzüm bağı olsun, istər xurma bağı olsun, istər zəmisini bir gecə ildırım vuraraq onu yerlə yeksan etdi və onun bağının bağçası külə döndü və səhəri gəlib öz bağçasına girən zaman əllərini ovuşduraraq dedi: "Kaş ki, mən Rəbbimə şərik qoşmazdım. Kaş ki, mən Rəbbimin mənə verdiyi nemətlərə şükr edərdim. Kaş ki, mən inadkarlıq edib dostumun nəsihətini dinləyəydim." Və bu cür öz peşmançılığını xatırlayır və Allah Teala da davamında bütün bəşəriyyətə bir xəbərdarlıq olaraq bildirir ki, Allah Teala bir insana yardım etməsə, onun nə yardımcısı olar, nə özü bu vəziyyətə düşən insan, nə də özü-özünə bir yardım edə bilər. Həqiqi vilayət, hökmranlıq, rəhbərlik Allaha məxsusdur. Allahın izni olmadan bir yarpaq belə düşə bilməz. Əsl müsəlman odur ki, öz ruhun da və cismin də Allaha təslim edər. Nə varıdırsa Allahdan görər. Çünki hər birimiz Allahdan gəlmişik və hər birimiz Allaha dönəcəyik. Allahın iradəsi olmadan bizim heç bir nə gücümüz var, nə qüvvətimiz var. Necə ki, hədislərdə qeyd olunur: "La havlə və la quvvətə illə billah əl-aliyyul azim." Uca və əzəmətli olan Allahın güc və qüdrətindən başqa nə güc var, nə qüvvət vardır. Allahın bəxş etdiyi bütün nemətlər Allahın bizə olan lütfüdür və o nemətlər qarşısında həm dünyada imtihandayıq, həm axirətdə də sorğu-sual olunacaq. Allah Teala ayənin davamında digər bir məsəli Peyğəmbərimizə əmr edir ki, ya Rasulum, o insanlar ki, kasıbları öz süfrələrindən qovur və yaxud da o insanlar ki, kasıbları öz məclisində əyləşdirmə deyir sənə, onlara misal çək ki, onlara denən dünyanın misalı Allahın səmadan yerə indirdiyi yağışın misalı kimidir. O yağışla yerdən bitkilər oyanar, qalxar və eyni zamanda bir müddətdən sonra həmən o çıxan yaşıl otlar, yağışın vasitəsilə çıxan o yaşıl otlar quruyub, çör-çöpə dönüb, külək vasitəsilə gedər. Dünya həyatı da bu yaşıllığın yenidən çör-çöpə dönməsi kimi bir şeydir. Yəni, bunu xatırlayın ki, dünyada əbədi heç bir şey yoxdur. İnsan yalnız və yalnız əbədi onun ruhudur. İnsan yalnız və yalnız düşünməlidir ki, özü ilə nə aparacağını xatırlamalıdır. Hər bir kəsə Allahın yaratdığı bir
bəndə qul olaraq baxmalıdır. İnsanları onların vəzifəsinə və yaxud da onların malına görə təbəqələrə bölməyi Quran-ı Kərim nedir? Qadağan edir. Quran-ı Kərimdə bu Kəhf surəsinin digər ibrətamiz qissələri, hekayələri və eyni zamanda hökmləri, əhkamları vardır. İnşallah növbəti verilişlərimizdə davam edərik. Əssalamu aleykum və rəhmətullah və barakatuhu.